Xeyir olsun dəyərli qrup üzvləri. Ümid edirəm yaxşısınız. Bugün səhər saatlarında biz də bildiyiniz kimi biz siqnalları paylaşdıq və Qızılın 4945-dən 43-dən satış əməliyyatları mükəmməl bir gəlir verdi. Yəni ümumi olaraq 85 dollarlıq bir eniş oldu. Ondan sonra biz az öncə birinci siqnal kanalında paylaşdığımız siqnal burada 4943'lərdən satış əməliyyatları gəldi. Mükəmməl bir nəticə verdi. Ondan sonra az öncə alış əməliyyatlarını biz icra etdik. Və alış əməliyyatları da deməli 4915-dən gəldi. Yəni hazırki vəziyyətdə ən azından 15-16 dollara bir qalxışla nəticələnir. Mükəmməl bir gəlirlə. Gümüşdə 74-400'lərdən satışlar gəldi. O da mükəmməl bir yəni nəticə göstərdi. Biz gümüşə də baxaq. Mükəmməl bir nəticə verdi. O da endi. Təbii ki, qızıl qalxanda 74-400-dən gələn satış əməliyyatları qiymətə ən azından 72-700-lərə qədər endi. Ondan sonra qızılla bərabər 74-500'lərdən alışlar gəldi. Bu da mükəmməl bir nəticə verdi. Sonra əsas maraqda olan Nasdaq, S&P, Dow Jones'lardır. Onlar da yəni mükəmməl bir nəticə ilə yaddaşlarda qaldı. Nasdaq, S&P, Dow Jones'lar biz bay əməliyyatları nəzərə və burada nəzərinizə çatdırın bay əməliyyatlarını göstərim sizə. Yəni siqnal kanalında bu uzun müddətlidir. Deməli S&P-ni də biz göstərək sizə. Və eyni zamanda nefti də göstərək. Neftdə də satış əməliyyatlarını nəzərinizə çatdırmışdıq. Baxın, neftdə sell 68-35'lərdə. Neftdə sell 68-35'lər, demək qiymət 68-10'lara qədər enib. Yəni burada da gəlirlər, mükəmməl gəlirlər əldə olunub. Dow Jones'da alışlara diqqətlə fikir verin. Deməli Dow Jones'da alışlar, deməli Nasdaq'da alışlar, Dow Jones'a baxaq, alışlar deməli olub 49.460'lardan gəlib. Yəni bu da mükəmməl bir nəticə verib. Sonra Dow Jones'da, Nasdaq'da da, DAX'da da, Nasdaq'da da alışlar. Deməli Nasdaq'da alışlar 24.600'lərdən, DAX'da 24.766'lardan, S&P'də 6.820'lərdən alışlar. Bu alışların hər biri mükəmməl nəticə verib uşaqlar. Diqqətlə baxın. Demək ümumilikdə hələ ki, yəni bizim deməli hazırda yəni biz baxdıq, saydıq, hələ axıra qədər saymamışıq. Sadəcə olaraq bir neçəsini demək burada qızılda 1, 2, 3, qızılda bay 4, gümüşdə də 4, 5, 6, 7, 8. Burada 1, 2, 3, 4, 5, 6, 7 dənə, bir də ki, gümüşün bayı var. Deməli, 8 dənə, 8 siqnal hələ ki, digərlərinə baxmamışıq. Yəni, hələ ki, bunlara baxmışıq. 8 dənə siqnal bugün uğurla nəticələnir. Bu, bir gün üçün çox möhtəşəmdir, çox gözəldir. Yəni, sadəcə olaraq qızılda tək belə deyək də, qızılda 4943'dən gələn sel 15 dollarlı, 10 dollar da aşağı gəlsə, yəni bir lotdan 1000 dollar eləyir. Qızılda yenidən baylar burada 15-20, 27 dollarlı yazmışıq. Biz 27 dollarlı yazmışıq, hələ ki 15-16 dollar qalxıb. Hərəsindən ortalama 10 dolları bir hərəkət biz tutsaq, yəni mükəmməl bir nəticədir. Belə uşaqlar, yəni hamımıza uğurlar arzu edirəm, ümid edirəm. İnşallah siz də bunlardan yararlanırsınız və gəlir əldə edirsiniz. Təbii ki, bunu Instagramda görürük, şərhlər yazırsınız. İnşallah Allah qoysa bugün də ikinci gündə uğurlu oldu inşallah. Allah qoysa 3-cü gündə, 4-cü gündə, 5-ci gündə, ümumiyyətlə bütün günlər bizim üçün uğurlu olar. Oldu uşaqlar, özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.